Məsələn, Coşanı Kəbir ki, inşallah indi Qədir gecələri oxunacaq. Doğrudan vallah deyər. O adlara bir dənə nə olar, bir göz gəzdirin, mən xahiş edirəm sizlərdən bu ayda. İmkan tapın, bir dənə tərcümələrinə baxın. Adam itir batır adların içində. İnanın Allaha. Məsələn, Coşanı Kəbirdə deyirlər, axı 1000 dənə adı var. Deyirlər, Coşanı Kəbirdə olan o 1000 dənə ad Quranda olan adların şərhidir. Yəni, Quran-ı Kərimdə olan adlar, məsələn, 100-dən çoxdur. O adların şərhi Coşanı Kəbirdə gəlib. Bir növdə Coşanı Kəbir də sanki Quran-ı Kərimə şərhdir. Başa düşürsünüz? Coşanı Kəbirdə bu gözəl, bütün gözəl adlar vəsf olunur və Allaha nisbət verilir. Deyirlər, bu dua o qədər Allaha təsiri var ki, heç bir dua bu duaya çatmaz. Böyük ariflərdən biri deyirdi. Heç bir dua gəlib bu Coşanı Kəbirə çatmaz. Belə bir dənə iddia edirdi. İnsan bu duanı oxuduqca Coşanı Kəbiri, o Allahın adlarını, 1000-dən adını, öz kiçikliyini görür, acizliyini görür və hiss eləməyə başlayır. Bütün külli aləmə feyz məcrası kimi baxmağa başlayır. Təkcə vasitələri görmür. Vasitələrlə birgə səbəbül müsəbbəbat, səbəblər səbəbini Allah görməyə başlayır. Fəlsəfədə bir mövzudur, yaxşı. Dərk etməyə başlayır. Məsələn, Həkim Səbzəvari Coşanı Kəbirə şərh yazıb, çox dərin şərhdir. Deyir ki, Coşanı Kəbir duası bütün varlıq aləminin şərhidir. Xilqətin şərhi oradadır. Xilqətin təfsiri oradadır. Yaxşı. Deməli, gördünüz, 6 dənə fayda demişəm sizə bugün heçən. Əgər biz bu adlarla ünsiyyət qursaq, duamız bundan əlaqəli, Quran-ı Kərim bundan əlaqəli, həyat olan baxışımız bundan əlaqəli, ruhiyyəmiz istəyirsə sabit olsun, əzimkarlar bu adlarla bağlıdır. Bu adlar bu qədər. Ona görə bu adlarda bu qədər bərəkət var. Bu qədər bərəkət var.